Çox mübarizəli idman döyüş növü 2007-ci il yanvarın 1-də fəaliyyətə başlayıb. Yeni yaranmasına baxmayaraq bu idman döyüş növünə həm kiçik yaşlı uşaqlar, həm də gənclər çox maraq göstərir. Hal-hazırda 22 rayon və şəhərdə çox mübarizəli idman döyüş növünün bölmələri yerləşir. Bu da ölkəmizdə çox mübarizəli idman döyüş növünə marağı daha da artırır. Hər il respublikamızın rayonlarında çox mübarizəli idman döyüş növünə aid bir neçə yarışlar keçirilir. Bunlara misal olaraq, bu ilin martın 7-sində Göyçay Olimpiya kompleksində təşkil olunan Azərbaycan çempionatıdır. Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq 3-cü ölkə çempionatı maraqlı mübarizələrlə yadda qalıb. Öncə yarış təşkilatçıları və qonaqlar Göyçay rayonunda yerləşən ümumilli lider Heydər Əliyevin heykəlini ziyarət edib, önünə gülçək dəstələri qoyublar. Sonra yarışların rəsmi açılış mərasimi keçirilib. Mart ayında Azar. Qeyd edək ki, yarışda 27 şəhər və rayondan 230 idmançı 15 çəki dərəcəsi üzrə mükafatlar uğrunda mübarizə aparıblar. Hal-hazırda biz Göyçay Olimpiya İdman kompleksindəyik və burada çox mübarizəli idman döyüş növlərinin Azərbaycan çempionatı keçirilir. Yarışlar öz gərginliyi ilə digər turnirlərdən çox fərqlənir. Bugün Göyçayda təşkil olunmuş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman təqvim planına əsasən 3-cü Respublika çempionatının açılış mərasimidir. Çempionat 4-ü, 5-i, 6-sı keçirilməkdədir. 16-17 yaş gənclər, 18 yaş və yuxarısı kişilər arasında keçirilir bu çempionat. Bu çempionatı keçirtməkdə məqsədimiz Azərbaycan çox mübarizəli idman döyüş növləri yığma komandasının təyin edilməsi və idmançıların məşq toplantılarına, təlim məşq toplantılarına cəlb olunmasıdır. Bildiyiniz kimi, aprel ayının 14-ü, 15-i, 16-sı, 17-si, 18-i Xarkov, Ukrayna Respublikası Xarkov şəhərində çox mübarizəli idman döyüş növləri üzrə dünya çempionatı keçiriləcəkdir və Azərbaycanı orada 22 idmançı təmsil edəcəkdir. Azərkeşlər də idmançıları dəstəkləmək üçün Olimpiya kompleksində öz yerlərini almışdılar. Gərgin mübarizə şəraitində başlayan yarışın sonunda qaliblərin adları məlum olub. Gənclərin yarışında Murad Hacıvahablı, Sübhan Quliyev, Sabir Süleymanov, Əli İsmailov, Anar Əzizov, Məhəmməd Məhəmmədli və kişilər arasında Mənsur Nadirov, Hüseyin Hüseynov, Akşin Qəhrəmanov, Əli İsmailov birinci yer tutub. Komanda hesabında isə Göyçay, Goranboy və Yevlax idmançıları müvafiq olaraq birinci, üçüncü yerlərdə qərarlaşıblar. Sonda fərqlənən idmançılar medal və diplomlarla təltif olunublar. Qeyd edək ki, qalib idmançılar yığma komandanın heyətinə cəlb edilərək aprel ayında Ukraynanın
Ukraynanın Xarkov şəhərində keçiriləcək dünya çempionatına yollanacaq. Bununla da Göyçay Olimpiya kompleksində təşkil olunan çox mübarizəli idman döyüş növü üzrə 3-cü ölkə çempionatı başa çatıb. Artıq milli komandamızın heyətinə cəlb olunan idmançılar ara vermədən məşqlərə start veriblər. Milli komandanın baş məşqçisi Xaləddin Şirinovun rəhbərliyi altında yığmamızın üzvləri gün ərzində 2 dəfə məşqlərdə iştirak edirlər. Dünya çempionatına hazırlaşan millinin üzvlərində böyük əhval ruhiyyənin olduğu da sezilirdi. Gördüğünüz kimi bizim yığma komanda yarışa hazırlaşır. İnşallah bugün biz orada Azərbaycanı 16 idmançı təmsil edəcək. Onun hal-hazırda 4 nəfəri Yevlax şəhərindəndir, Rabitəsi İdman Klubundandır. Və gördüğünüz kimi bizim yığma komanda təlim məşqlərində hazırlaşır, güclü məşqlərə gedir. Ukraynanın Xarkov şəhərində və Xarkov şəhərində yerləşən idman kompleksinin qarşısında çox mübarizəli idman döyüş növləri üzrə dünya çempionatına hazırlaşan Azərbaycan millisi gördüyünüz bu yataqxanada məskunlaşıb və komandamız bir az müddət olmasına baxmayaraq bura gəlməsi məşqlərini davam etdirib. Hal-hazırda biz məşq prosesinə yollanacaq bir azdan sonra. Aprelin 14-də Ukraynanın Xarkov şəhərində çox mübarizəli idman döyüş növləri üzrə 5-ci dünya çempionatı start götürür. Milli komandamız yarışdan bir gün əvvəl Xarkova gəlib. Yığmamız onlar üçün ayrılan İdman Olimpiya kompleksində məskunlaşdıqdan sonra dərhal məşqlərə başlayıb. Yarışların başlamasına bir gün qalmasına baxmayaraq milli komandamız məşq prosesində iştirak edir. Komandamızda böyük əhval olduğunu sezilir. Qeyd edək ki, yarışlara aprelin 14-də start veriləcək.
Qeyd edək ki, yarışda Azərbaycanlı idmançılarla yanaşı Rusiya, İran, Amerika Birləşmiş Ştatları, Almaniya, Ukrayna, Moldova, Polşa, Türkiyə, Qazaxıstan, Gürcüstan, İsrail, Yunanistan, Rumıniya, Litva, Latviya, Belçika, Özbəkistan və Tayland milli komandalarda yüksək yerlər uğrunda mübarizə aparırlar. Hal-hazırda biz Xarkov şəhərində yerləşən Lokomotiv İdman Olimpiya kompleksinin qarşısındayıq. Birazdan yarışların rəsmi açılış mərasimi keçiriləcək və dünya çempionatının rəsmən start veriləcək. Açılış mərasimində də dünya çempionatında iştirak edən komandalar və nümayəndə heyətləri iştirak edirdi. Öncə bir qrup karatecilər göstərdikləri hərəkətlərlə idmançıları və azarkeşləri salamladılar. Açılış mərasimində çıxış edən çoxmübarizəli idman döyüş növlərinin prezidenti Sergey Vasilyeviç bütün komandaları salamlayaraq çoxmübarizəli idman döyüş növü haqqında məlumat verdi. Sonra yarışlara start verildi. Çoxmübarizəli idman döyüş növləri hərbi idman olduğundan burada həm atıcılıq, həm döyüş, həm də bıçaq yarışları keçirilir. Öncə idmançılar güclərini atıcılıq yarışında sınadılar. Burada döyüşçülər hədəfi dəqiq nişan almaqla aktivlərinə xal yazmalı idilər. Bunun da öhdəsindən Azərbaycanlı idmançılar məharətlə gəldilər. Белым поясом. Замечание бойцов белым поясом, выход за пределы катания. Yarışın ikinci günü idmançılar əlbəyaxa döyüşlərdə qüvvələrini sınadılar. Əlbəyaxa döyüşlərdə də inamlı təsir bağışlayan yığmamız qələbələrini sıralamaqda davam edirdi. Arenaya toplaşan az saylı azarkeşlər də milli komandamıza dəstək olurdu. Bu da həmvətənlərimizin uğurlu çıxış etməsinə böyük təsir göstərirdi. Hal-hazırda Lokomotiv İdman Olimpiya kompleksində çoxmübarizəli idman döyüş növlərinin dünya çempionatı davam edir. Yarışların ikinci günü olmasına baxmayaraq, yarışlar çox gərgin şəraitdə keçir.
öncə mən El televiziya şirkətinə özləri minnətdarlığımı bildirirəm ki, bizi müşahidə etmişdir və bizimlə əziyyətimizə, sevincimizə, kədərimizə şərik olmuşdur. Mən sizin telekompaniyanın rəhbərliyindən və sizlərə çox böyük minnətdarlığımı bildirirəm. Gördüyümüz kimi çox mübarizəli idman döyüş növləri üzrə 5-ci Dünya Çempionatı keçirilməkdədir. Bu çempionatda Azərbaycan 22 nəfər heyətlə iştirak edir, idmançı heyəti ilə. Azərbaycan bildiyiniz kimi keçən illərdə də böyük yüksək nailiyyətlər əldə etmişdir. Qızıl, gümüş medallar, bürünc medallar əldə etmişdir. Bugün Dünya çempionatında 20-yə yaxın ölkə iştirak etməkdədir və sevindirici haldır ki, Amerika Birləşmiş Ştatları da bu yarışda bu il böyük heyətlə iştirak edir. Dünyanın hər bir yanından Dünya çempionatında idmançılar iştirak etməkdədir. Mən ümid edirəm ki, Azərbaycan komandası Azərbaycan adına layiq bir şəkildə iştirak edəcəkdir. İdmançılarımız bizi qələbə sevinci ilə sevindirəcəkdir. Mən ümid edirəm ki, 2 gün ərzində sizin də müşahidənizlə Azərbaycan yığması ölkəmizi layiqincə təmsil edəcəkdir. Aprel ayının 14-dən 17-sində Kur'an Xalq şəhərində dünya çempionatı keçirilir və burada bizim yığma komanda, Azərbaycan yığma komandası 22 nəfər heyətlə iştirak edir və gördüyünüz kimi yığma komandamız çox yarışlar güclü hazırlaşıb və bugün bildiyiniz kimi dünya çempionatı getdikcə daha da çətinləşir və güclü rəqiblərimiz ortaya çıxıblar ki, bu il bizim ən çox rəqiblərdən biri Amerika ştatlarından gəlib idmançılarımız və Kuba idmançıları var ki, burada bizim ən güclü rəqiblərimizdir. Yəni ilk dəfə ki, biz onlarla qarşılaşırıq. Azərbaycandan gələn idmançıları mən qarşılayıram, dəstəkləyirəm. Onların gözəl məharətlərinə həmişə tamaşa eləmişəm, vurğunam onların məharətinə. Gözəl idman, yaxşı idman nümayiş edirlər. Həqiqətən gözəl pəhləvan idmançılarımız var. Mən fəxr edirəm belə idmançılarla ki, bu günləri Azərbaycanın adını, Azərbaycanın bayrağını qaldırırlar. İlk öncə mən onu deyə bilərəm ki, bu idman vətənpərvər bir idman növüdür. Voyenni Mnaqaboriya çox mübarizəli idman döyüş növlərində ən gözəl xüsusiyyətlərdən biri odur ki, bu vətənpərvər bir idman növüdür. Yəni burada tək döyüşlə bu idman yekunlaşmır. Yəni burada soyuq silah, atıcılıqdan və döyüşün bir neçə versiyalarından burada istifadə olunduğu üçün həm çətin və həm də çox maraqlı bir idman növüdür. Yarışın mən deyirəm ki, biz Goranboy komandası ilk dəfə idi ki, bu yarışda iştirak edirdi. Bizdən ötəri biraz çətin idi, mənim idmançılarımdan ötəri. 2 idmançı gətirmişəm. Biri qız, biri oğlan, biri 65 kiloda, biri 55 kiloda. Artıq dünya çempionatının son 3-cü gününə start verildi. Son yarış günündə idmançılar bıçaq yarışlarında qüvvələrini sınadılar. Bıçaq yarışları həlledici olduğundan idmançılarımızda böyük həyəcanın olduğunu sezilirdi.
İdmançı püxtələşdikcə, hər yarışda hansısa bir nailiyyətə çatdıqca, hansısa bir təcrübəyə malik olur. Bu döyüşlərdə də hər döyüşdən keçdikcə, hər rəqibdən nəsə götürürük biz. Birinci rəqibim Rumıniya komandasının nümayəndəsi idi. Onu düzdür, çətinliklə də olsa məğlub etdikdən sonra ikinci rəqibim Rusiya komandası idi. Üçüncü rəqibim keçən il finalda görüşdüyüm Ukrayna komandasının nümayəndəsi idi. Dördüncü rəqibim Polşa idi və beşinci rəqibim Gürcüstan komandasının nümayəndəsi idi. Hansı ki, döyüşü son saniyələrdə həll edici xalla qalib gəldim. Bu mənim üçün tarixi bir zəfərdir və bu zəfəri mən heç vaxt unutmayacağım. Çətin döyüş də olsa qalib gəldim onlara və çempion oldum. Buna görə də məşqçim Vüqar Muradova təşəkkürümü bildirirəm. Onun sayəsində bu yerə gəlib çıxmışıq. Nə qədər ki, Vüqar Muradov var, ona kimi biz də varıq. Sizə birinci növbədə təşəkkür edirəm, gəldiniz, əziyyət çəkdiniz. İkinci növbədə Vüqar müəllimə böyük dərin təşəkkürümü bildirirəm. Ki, yəni bizi bu yerlərə gətirib, onun əməyidir, əziyyətidir biz. Biz belə də olmalıdır. Ancaq indi mən əlimdən gələni vuruşdum, döyüşdüm. Belə olmalıymış da. İnşallah gələn döyüşlərdə birinci yerə çıxarıq. Mən ən birinci sevinirəm ki, Azərbaycan komandasına qızıl medal gətirirəm və ölkəmizi Ukraynada təmsil etdiyimə görə də sevinirəm və Azərbaycan himnini səsləndirmək özüm üçün şərəf bilirəm və özümə qarşıma məqsəd qoymuşdum ki, Ukraynada birinci yer tutacaq və Azərbaycanın medalların sayını artıracaq. Biz də çox yüksək səviyyədə hazırlaşmışdıq. Bu yarışa baxmayaraq bəzi haqsızlıqlar oldu. Amma yenə də üçüncü yerə çıxdıq. Ona görə Vüqar müəllimə, Xalədin müəllimə, baş məşqçimə ona təşəkkürümü bildirirəm ki, bizi bu səviyyə hazırladı, çatdırdı. İdmançının mübarizə apardığı dünya çempionatının son günündə qalib olan idmançıların adları məlum oldu. 60 kg Sübhan Quliyev, 70 kg Mehman Zeynalov, 75 kg Siyavuş Bayramov, 95 kg Məhəmmədli Məhəmməd bütün görüşlərdə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 60 kg Tamerlan Nəzərli, 65 kg Coşqun Feyzullayev, 70 kg Cavidan Əlzadə, 75 kg Rasif Əliyev, 85 kg Şikar Mehdiyev gümüş, digər 6 idmançımız isə bürünc medala sahib olublar. Ümumi komanda hesabında Ukrayna birinci, Azərbaycan ikinci, Rusiya üçüncü yeri qazanıb. Bununla da komandamız Ukraynada daha bir tarix yazaraq vətənə qayıtdı. Vətənə qayıdan idmançılar El Regional televiziya şirkətinin qonağı olublar. Başlanğıc verilişində qonaq olan həm idmançılar, həm də onların müəllimləri dünya çempionatı haqqında öz fikirlərini bildiriblər. Mən öz növbəmdə hər kəs salamlayıram, bizə baxan seyircilər salamlayıram. El televiziyasının, El televiziya şirkətinin rəhbərliyinə və onun işçilərinə özlərin minnətdarlığımı bildirirəm. Bildiyiniz kimi 14-17 aprel 2011-ci tarixlərində Ukrayna Respublikası Xarkov şəhərində keçirilən çox mübarizəli idman döyüş növləri üzrə dünya çempionatında ölkəmiz 22 idmançı ilə təmsil edilmişdir. Bu idmançılar mart ayında El televiziyasının da yaxından təşkil etdiyi Respublika çempionatında iştirak edən idmançılardan tərkib olunmuşdur. İdmançılar yığma komanda tərkibində təlim məşq toplantılarında Xaləttin müəllimin başlığı ilə yüksək səviyyədə hazırlaşmışdır. Qeyd etmək istərdim ki, 20-yə yaxın ölkə iştirak etmişdir bu çempionatda. Azərbaycan sadəcə Ukrayna Respublikasını geriləyərək ikinci yerə layiq görülmüşdür. Bizim heyətimiz də 22 nəfərdən ibarət idi və hər bir idmançı ora öz sözünü deməyə getmişdi.
Vüqar müəllimin rəhbərliyi altında bu yarışda bildiyiniz kimi uğurla iştirak elədik. Ən çox yadda qalan rəqibim mənim 2003-cü ildə Rusiyanın Zernoqrad oblastında keçirilən beynəlxalq turnirdə erməni döyüşçüsü ilə olub. Mən artıq idmanda 3-cü dəfədir ki, erməni ilə rastlaşıram. Mənim ən çox döyüşüm 1 dəqiqə 12 saniyə çəkib. Buyur. Söz səndədir. Salamlayıram. Efirdən bizi vaxt ayıran tamaşaçılara salamlayıram. Yəqin ki, idmandır belə saxlayır bizi. Və biz bildik ki, sən dünya üçüncüsü olmusan, Və sən də təəssüratlarını bizimlə bölüşərdin. Təəssüratlarımız çox gözəldir. Hakimlərin fərqli qərarı ilə 3-cü yerə layiq görüldük. Bu da böyük nəticədir.